informasiyalar var ki, Braziliyanın Vasco da Gama komandası maraqlıdır. Abbakarın xidmətində. Vasco yoxsa Botafogo'ydu səfər? Yox, Vasco da Gama A seriya təmsilçisi. Abbakarın xidmətinə maraqlıdır və informasiyada bildirilir ki, xarici mətbuata istinadən bildirilir. Abbakar özü də maraqlıdır. Braziliyada gedib oynamağa, amma mən Neftçi komandasından dəqiqləşdirdim informasiyanı, məlumat aldım. Hazırda Birləşmiş Ərəb Əmirliyində Neftçi komandasının təlim məşq toplanışında iştirak etdi Abubakar və hazırki məqamda Kamerunlu futbolçunun harasa getməsi və ya göndərilməsi müzakirə mövzusu belə deyil. Və mən də açığı heç klubdan dəqiqləşdirməsəm belə düşünürəm ki, elə səndən o fikirlər alaq ki, hazırki Abubakar Braziliyaya gedəcək gücdədirmi və ya kiminsə marağını cəlb edəcək gücdədirmi? Yəni Neftçidən azından bir neçə oyuna çıxdı da, nə işıq verdi bizə? Sözün açığı, bu son zamanlar Braziliya klublarında maraqlı transferlər baş tutur. Yəni bundan daha öncə Dimitri Payet transfer olmuşdu, elə həmin o Vasco komandasına. Bir neçə futbolçu daha var idi. Hansı ki Junior buradan ora getməyi də belə qəribə transfer sayıla bilər. Azından, adətən Braziliyalılar satır Avropaya. Yəni, o deməli bir maraqlı bir elə yadıma düşmüşkən bir əhvalat deyim. Bir nəfər Braziliyalı belə deyək də bir agent mi deyim, nə deyim, mənə yazmışdı. Deyir ki, bəs sən gətirmək istəyirəm Braziliyada. Mən də dedim, cəmaat oradan tökülüb gətirir Avropaya, nə bilim, bütün dünyaya, sən də mənə buradan Braziliyaya apararsan. Yəni, o dərhal blok elədim ki, yəni, bir də belə şey olmasın. Nəysə, indi söhbət ondan gedir ki, əslində... O deyir, hamı getdi, nə getdi, bizimki bayquş gətirdi, həmin məsələ oldu. Yəni, o elə adamlara dərhal blok eləmək lazımdır. Nəysə, deməli, söhbət ondan gedir ki, bu Abubakar mövzusu bəlkə də biraz real görünməyə bilər, amma sənə deyim ki, bəlkə də belə bir maraq ola bilər. Bir də ki, skautlar bacarmadığı nələr yoxdur. Yox, burada söhbət skautdan getmir, burada söhbət səndən gedir. O, Abubakarın adı elə belə, yəni dünyada tanınan bir futbolçudur. Braziliyalılar da çox yaxşı tanışdı da, Braziliya millisinin qapısında. Bəli, yəni məncə belə deyək də, bu transfer ona görə baş tutmur ki, hə, Abubakar gəlsin bizdə, belə deyək də, buraları dağılsın, söksün. Yox, sadəcə olaraq o ad da biraz önəmlidir.